26 noyabrda Nardaranda baş verən atışmadan sonra bu kəndin problemləri birə-beş artıb. İndi Nardaranlıların işıqları yanmır, kəndə ərzaq gəlmir, sakinləri Nardarandan çıxmağa qoymurlar. Başda müxtəlif yerlərdə işləyən Nardaranlıları işdən çıxarırlar. Kənd cəmaatı belə deyir. Nardaranlılar bu problemlərin süni şəkildə yarandığını düşünürlər. Buzxanaya qoyulan şeylər düzdür, xarab olur. Deyir də ziyan deyir bizə, maddi ziyan. Qoyublar da posta. Elə bir ki, Ermənistanla sərhəddə elə bir şey yoxdur ki, postlarda qurulubdur. Nardaran kəndin qırağında qurulubdur. Hər bir çıxışlarında. Çornuxotlar ki, vardır, belə dalan yollar. Onlarda da hətta qoyublar ki, pasportla baxırlar ki, hə, Nardaranınızdan çıxma qırağa. Ya qıraq yerləri də heç buraxmırlar bura. Ya misal qoxuma olan var, bir gəlibdir ki, ya bir pirə ziyarətə gələn var. Burada bağlar, şəhər adamlar var ki, heç hətta onları da buraxmırlar. Yəni konkret bura blokadadır. Göyünə ayaqqabı zalatırıq peçə ki, yansın. Xəstəmiz var, hocamız var, ailəmiz var. Soğuqda necə yaşayıb da, evin içində pantonla gezirik. Yorğan döşəyin içində yatırıq ki, soğuq olmasın, soğuqdan qorunayıq. Bu yaşamla nə eləmək olar? Özümüzü tuturuq hökumətə ki, bir baxın, xəstəmiz var, hocamız. Biz yenə kişi xeylağıyıq, bəs körpələr nə eləsin? Cəmaat nə istəyir bəyəm? Cəmaat istəyir ki, işığı gəlsin, qazı gəlsin. İndi bu problemlər sonraki problemlərdir. Əsas odur ki, tutulanlarımız var, həbs edib aparıblar. Əziyyət çəkən banisalar da əziyyət çəkirlər. İstəyir ki, gedib görsünlər, anabacımız istəyir ki, gedib görsünlər onları, necədir vəziyyətləri. Baxılır, onlara baxılmır, baxılmırsa özləri deyən bax. Ölənlərimizi, şəhidlərimizi dağlıq etərək, bastırə gedin heç olmasa. Ən azından bunu versinlər bizə. Gün ortadan saat 11-12 olardı. İşığı kestilər. İşığı da kesəncə bizim bütün problemlərimiz gəlir qabağa. Yəni onlardan biri budur ki, bizim evlərdə işıqla məsələlərimiz həll olunur. Qaz ki, bizim ilahidən yoxumuzdur, şükürlər olsun. Çünki neçə illərdir biz qaz məsələsinə hər ildə danışırıq, ancaq heç nə əmələ gəlmir, yəni dəyişiklik yoxdur. Ona görə də bizim bütün məişət məsələlərimizi işıqla həll edirik, bir də qaz balonları ilə. Amma işıq məsələsini ki, gedib Stolbadan Məştəqanı ayırmaq, sonra Nardarana 4 milyon borcumuz var demək, ümumiyyətlə bu düzgün məsələdir. 4-5 adam. Və xüsusi mənə deyirlər ki, işdən onlara deyirlər ki, sən ged otur evdə. Bu nə deməkdir? Bunun adı nədir bunun? İşdən çıxartırlar. Onsuz da bizdə işdə 90% işsizlikdir. Bu problemi neçə illərdir, 15 ildən, 20-dən yuxarıdır. Biz bu problemi hə danışırıq, hə deyirik, miting edirik. Hələ bir ki, heç bir duvardır, belə duvara söykənir məsələ. Bu bir də məsələdir. Sonra da ki, ərzağın gətirilməsinə, dünəndən çörəyin gətirilməsinə maneələr qoyurlar. Çörək maşını niyə düz yoldan gəlməyib, başqa hansısa bir dərməcəşi axtarmalıdır? Bu belə olmamalıdır. Bu belə qanuni yol gəldi, çörəkləri göstərdi, açdılar, qapını bağladılar, gezməlidir çörək. Bunu çörəklə imtihana çəkmək biz insanlardan qıraq şeylərdir. Belə şeylər olmaz. İndi kənd cəmaatı növbələşərək İmam Hüseyin meydanında ocaq başında toplaşaraq həlak olanların meyitlərini göstərir.